1000 manat maaş alırdı. Allah belə də olmalıdır. Birdən ad gündə bir 100 manat verir. 100 manat buna şirindir. Niyə qardaşım? Niyə sən şirin deyil? 100-ü hədiyyə kimi görür. Qıraqdan gəldi. 1000 hələ stabildir. Əlində olan imkanları neymət kimi görən gözün olsa oyanmısan. İmzanı görən gözün olsa oyanmısan. Ayılmısan. Nəinki oyanmısan, başa düşürsən ki, oyadıblar, nəinki oyanmışam. Oyanmamısan, oyadıblar. Değişdim mövzunu. Sən demə, mənə oyadıblar. Allahu Ekber. Mənə ayıldıblar ki. Mən elə bilmişəm, mən oyanmışam. Ayıldıblar məni. Yerimdən qaldırıblar məni. Hər anda Allahın əlini görməyə başlayırsan. Hər an bax, görürsən ki, ilahi nə qədər lütf eləyir. İmam Səccadın bir duası var, buyurur ki, Ənə fəqirun fi ğinaya. Keyfə la əkunu fəqirən fi fəqri. İlahi, mən hər cəhətdən zəngin olsam belə, yenə də sənə möhtacam, hüzurunda fəqirəm. Zəngin olduğum təqdirdə fəqirəm, fəqir olduğum təqdirdə necə fəqir olmaya bilərəm? Qəribə sözlərdir, məsum sözdür, məsum sözdür. Yəni, əlimdə olanlara baxıram, sənlə baxıram, görəm əlim boşdur. Boşdur, hamısı səndir. Əslində, sənindir, mən sanki aynayam, məndə görünür. Mən niyə öyünürəm ki? Baxın, güzgüdə dayanıb bir nəfər siması gözəl bir insan. Misaldır da bu, belə şairanə danışım. Qəşəng siması düşüb güzgüyə. Güzgü öyünməyəcək ki, nə qəşəngəm. Çünki o deyil qəşəng, o bir dənə ağ səhifə. Bunun, o birisinin siması düşüb onu gözəl göstərib. Biz də dayanmışıq, bizdə olanlar hamısı nədir? Onundur. Ənə fəqirun fi ğinaya. Mən puçam, boş, Allaha nisbət, Allah. Heç nəyim yox, sıfır. Hər nə varsa onundur. Mən məzhərəm, mən aynayam. Ənə fəqirun fi ğinaya. Mən fəqirəm. Fəqirəm, özdə hər anda ehtiyacımı sən ödəyirsən bu mənada. Hər an neyməti görə bilsən, kontakt yaranır artıq Allahla, rabitə yaranır. Hər an görmək çətindir, yaxşı. Böyütmürəm, düşürdürəm aşağı. Hərdən 3-4 dənə neymət elə baxa bilirsiniz həyatınızda. Onu görə bilirsiniz, oyanmışsınız. Çox sadə. İndi tam da oyanmasan, biraz oyanmışsın. Yaxşıdır da, tam yatan